Bırak! Bu ne demektir? Ben başa düşmürəm! Geri kayın! Ne için soyundunuz? Kim okuyacak? Ben okuyacağım, o okuyacak! Ben okuyabilirim. Ona kulak asma Bahtiyar, o deli olur! Ret dur buradan! Bana dokunmayın! Okuyabilmirsen! Pulu kabasına almayı bilirsen! Özüne bir altı katarsın ha! Nağd puluyla! Siz ki hakkınızı almışsınız! Daha bizden ne istiyorsun? Ben konser istiyorum! Ben okuyacağım ha! Kim okuyacak? O ne danışır? Özünü türküne vurma! Fırıldakçı! Bu ne demek istiyorsun? O ne danışır? Ben ne bilirdim? Mecnun ağın, qəsrlərdə lüks numara, taksi, qəsrlərdə aldığın dəstə güllər deyildi. Onları cemaat göndərirdi. Ha? Ay senin ecnab! Şimdi, tamaşaçı. Buyurun. Hoş gelmişsiniz yoldaş deputat. Bilirsiniz, balaca bir hata yüz vermiştir. Mənə Bəxtiyar Muradov lazımdır. Buyurun. Hoş gördük Bəxtiyar. Rıza dayı. Bəli, hoş gördük. Siz mənə açıq deyin ki, bu biabırçılıqdır. Mən... Bu haqda sonra Bəxtiyar. Bilirsiniz, balaca bir hata yüz vermişti. Bağışlayın, siz kimsiniz? Gastrol büronun administratörü. Namuslu zəhmətkeş Ağabala Hüseynov. Necə, Hüseynov? Bəli, Hüseynov yoldaş deputat. Ağabala. Oho, siz ki məşhur adamsınız. İnce sənətdə köhnəyəm. Azərbaycanda məni azacıq tanıyırlar. Azacıq? Təvazökar olmayın. Azərbaycanda sizi yaxşı tanıyırlar. Yox canım. Bəli, inanın mənə. İnce sənət olan təmənnasız xidmətiniz hamıya məlumdur. Ne deyirsiniz yoldaş deputat? Doğrusu mən bu tərifə layiq deyiləm. Layiqsiniz, tamamilə. Mən əminəm ki, bundan da artığına layiqsiniz. İkinci səhifəyə baxın. Gəl təmiz havaya çıxaq Bəxtiyar. Gedək buradan. Vay dedem vay! Atvan öyle kirpi!